Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Xoş gördük sizləri. Mən Gülşən Əşmova bugün sizlərə Quyuqlumdan imtahanda rastlaşa biləcəyiniz maraqlı sual tiplərinin izahını verəcəm. Suala keçməzdən əvvəl, sualları görməzdən əvvəl kanala abunə olaq ki, izahlar yerləşdirilən zaman bildiriş gəlsin və daxil olub izləyə biləsiniz. Gəlin indi çox vaxt itirməyək, başlayaq birinci sualımızdan. Birinci sualımız maraqlı bir sualdır. Gördüyünüz kimi sualın həcmi bir balaca iri həcmlidir və imtahanda biz elə bax belə bir suallar görürük. Deməli, birinci sualda nə deyir? Deyir şagirdin dərsə maraq göstərmədiyini müşahidə edən müəllim bu problemi həll etmək üçün hansı addımı atmalıdır? Maraq göstərmir və bunu müşahidə edib müəllim, görüb. Deyir indi hansı problemi, ya daha doğrusu bu problemi necə həll etməlidir? Hansı addımı atmalıdır? Baxaq. Deyir şagirdi tənqid edərək cəzalandırmalıdır. Xeyr. Ümumiyyətcə yadınızda saxlayın. Cəza ən sonda belə atacağımız addım olmamalıdır. Ona görə bu getdi. Şagirdə düşünmə vaxtı verməmək, ümumiyyətcə peşəkar müəllim şagirdə düşünmə vaxtı verməlidir. Əgər düşünmə vaxtı vermirsə, deməli bu peşəkar olmadığını göstərir. Ona görə bu da olmaz. Sonra dərsdən əvvəl səbəbi araşdırmaq. Dərsdən əvvəl dedikdə, yəni maraq göstərməyib. Burada dərsdən əvvəl səbəbi araşdırmaq nə deməkdir? Yəni bu cümlədə ümumiyyətcə bir uyğunsuzluq var. Ona görə bu da getdi. Şagirdi onun potensialına uyğun tapşırıqla təmin etmək, bəli. Əgər biz peşəkar müəllim isə, şagirdi onun potensialına uyğun tapşırıqla təmin etməliyik. Sonra şagirdlə birlikdə qayda tərtib etmək. Ümumiyyətcə qayda şagirdlə bir yerdə tərtib bir növ düzdür. Biz qaydaları şagirdlə bir yerdə tərtib edirik. Yəni onlar da qaydaları yaxşı bilsin. Bu olar, amma burada maraq göstərmir. Burada qayda niyə tərtib edirəm ki? Qayda o deməkdir ki, mənim sinifdə gözləntim, prosedurum effekt vermir. Mən ona görə qayda tərtib edirəm. Yəni burada elə bir situasiya yoxdur ki, mən qayda tərtib edeyim. Ona görə bu da getdi. Sonra şagirdin təhsil tələbatını ödəmək, bəli, onun yəni potensialına, marağına uyğun dərsi qurmaq deməkdir bu da. Ona görə altında götürürük. Deməli 4-ü götürdüm, 6-nı götürdüm. İndi 7-yə baxaq. Dərs zamanı şagirdin İKT-dən istifadə etməsini təmin etmək. Ümumiyyətcə İKT 21-ci əsrin əsas bacarıqlarındandır. Uşağın marağına bir növ belə deyək ki, sövq edir. Ona görə bunu da götürəcəyik. Deməli nəyi götürdük? 4, 6, 7. Sonra buzqıran strategiyasını istifadə etmək. Buzqıranın nə əlaqəsi var? Buzqıran o deməkdir ki, uşaqları bir-birinə isnişdirmək. Yəni onları bir-birinə isti münasibətini ortaya çıxartmaq. Bunun buzqıranın nə əlaqəsi var həmin o sualla? Bu da getdi. Dərsin məqsədini qeyd etməmək. Dərsin məqsədini qeyd etməməyin uşağın marağının azlığı ilə nə əlaqəsi var? Məntiqlə düşünək. Ona görə bu da olmaz. Müxtəlif təfəkkür növünə yönəlik tapşırıqlar vermək, bəli. Uşaqlara müxtəlif təfəkkür növünə aid tapşırıqlar verirəm, onları inkişaf elətdirirəm təbii ki. Deməli 4, 6, 7, 10. Gəlin görək belə bir variantımız varmı? Bəli, var. C variantı. Yəni maraqlı sual idi gördüyünüz kimi. Rahat sual idi deyərdim, elə də heç bir çətinliyi yoxdur. Amma biraz uzun, iri həcmlidir. Sonra keçək 2-yə. İkinci sualda deyir ki, cütlərlə iş zamanı şagirdlərdən birinin diqqəti yayınır. Tez-tez pəncərədən çölə baxır. Əlindəki qələmi oynadır. Verilmiş fikirlərdən fasilitator müəllimin fəaliyyətinə daha çox hansı uyğun olar? Ada deyir ki, şagirdə sakitcə yaxınlaşaraq onun köməyə ehtiyac olub olmadığını müəyyən etmək. Bəli. Baxın, fasilitator müəllim şagirdə ehmalca, sakitcə yaxınlaşır. Köməyə ehtiyacın varmı deyir. Yəni bir də belə deyək ki, onun diqqəti yayınıb, çölə baxır, əlindəki qələmi oynadır. Müəllim ona yaxınlaşanda uşaq diqqəti hiss eləyir ki, mənim üstümdə müəllimin diqqəti var və o dağılmış diqqətini toplayır. Ona görə cavabımız elə A-dır. Amma digər variantlara da baxaq. Dərsin əvvəlində şagirdlərə verilən təlimata əlavələr edib yenidən onlara izah etmək. Burada bu təlimata əməl edib yenidən izah etməyin nə əlaqəsi var ki? Yəni diqqəti yayınıb, pəncərədən çölə baxır. Özü biridir. Bu ümumi bütün sinif bir şagirdə görə bütün sinifi yenidən təlimatla dərsin vaxtını almaq sayılmazmı bu? Sayılar. Sonra
Şagirdin davranışına məhəl qoymadan dərsə davam etmək, məhəl qoymamaq həmin uşağın dəstəkləyici mühitinin bir növ belə deyək ki, etibarsızlığını göstərir. Ona görə müəllimin uşağa yanaşmasının az olmasını göstərir. Ona görə bu da olmaz. Sonra digər şagird yoldaşlarının diqqətini yayındırmadan həmin şagirdə əlavə tapşırıqlar vermək. Əlavə tapşırıq verin. Bu uşağın diqqəti yayınıb. Sən buna əlavə tapşırıq versən, onun diqqəti canlanacaqmı? Ona görə bu da olmaz. Şagirdin müəyyən müddətdən sonra yenidən dərsə yönələcəyini güman edib gözləmək. Bu da sanki bilirsiniz nədir? Gözlə, gələcəyəm. Bəlkə amma gəlmədim. Yəni bu da artıq ehtimaldır. Ona görə bu da düz deyil. Doğru cavabımız A variantı. Keçək üçüncü suala. Aha. Baxaq üçüncü sualımıza. Deyir ki, müəllim şagirdlərə layihə hazırlamağı tapşırır. Layihənin mövzusu isə hansısa region haqqında məlumat toplamaq, həmin regionun əhalisi və cəmiyyətini araşdırmaqdır. Baxın, uşaqlar burada işi prosesi eləyirlər. Həmin o araşdırırlar, axtarırlar, layihə hazırlayırlar. Ümumiyyətlə layihəni hazırlamaq üçün o işi görmək lazımdır. Biz də demişik ki, inteqrasiyada yeniliyə, dəyişikliyə əsasən fənüstü inteqrasiya o deməkdir ki, biz o şeyi icra edirik. Burada da uşaqlar həmin layihəyə əsasən regionun cəmiyyətini araşdırırlar. Bu olacaq nə? Fən üstü inteqrasiya. Doğru cavabımız A variantı. Keçək dördüncü suala. Diferensial təlimlə bağlıdır. Deyir, diferensial yanaşmaya aid olmayan fikri müəyyən edin. Aha, olmayan istəyir bizdən. Ümumiyyətlə, diferensial nə deməkdir? Diferensial sözü İngilis dilində different sözündən götürülüb. Yəni, müxtəliflik deməkdir. Uşaqların müxtəlifliyini nəzərə alaraqdan onlara yanaşmaq deməkdir. Deyir, diferensial yanaşmaya aid olmayan fikri müəyyən edin. Deyir, öyrənmə tələbatını nəzərə almaq. Öyrənmə tələbatını nəzərə almaq diferensiala aiddir. Bunu silirəm. Dəyişkən qruplar yaratmaq, bu da diferensialdır. Yəni, müxtəlifliyi nəzərə alıram. Tədrisi effektiv şəkildə qurub səmərəli öyrənmənin baş verməsini təmin etmək, bu da diferensialdır. Qiymətləndirmə zamanı fərdi yanaşmanı təmin etmək, bu da diferensialdır. Fiziki hazırlığa, sosial mənsubiyyətə əsaslanmaq, bunun nə əlaqəsi var diferensiallıqla? Diferensiallıq hər kəsin, hamının müxtəlifliyini nəzərə almaqdır. Ona görə bu olmayacaq. Cavabımız E, dördüncü sualda. Keçək 5-ə. Beşinci sualımız stativ bir sualdır. Gəlin baxaq. Deyir, şagirdlərdən birinin əlində problem olduğundan təlim nailiyyətləri aşağı düşmüşdür. Ailəsində, üzr istəyirəm, əlində dedim, ailəsində. Problem olduğundan təlim nailiyyətləri aşağı düşür. Deyir, başqa şagird bu problemi öyrənir. Sinifə gəlib hamıya danışır. Sinif yoldaşının bundan xoşub gəlmədiyini görsə də fikir vermir. Bu hərəkət sinifdə şagirdlər arasında problem yaradır. Deyir, bu situasiyanı düzəltmək üçün müəllimin atacağı hansı addım daha səmərəli ola bilər? Burada da baxırıq. Yəni burada A-da deyir ki, məsələn, müəllim valideyn iclası çağırmalıdır. Valideyn iclasında bütün şagirdin problemi niyə hamıya danışmalıdır? Konfidensiallığı pozur. Ona görə bu olmaz. A olmaz. B-yə baxaq. Müəllim şagirdi öz aralarında apardığı yersiz söhbətlərə görə cəzalandırmalıdır. Dayandım. Cəza bizim ən son atacağımız addımlar içərisində belə yoxdur. Silirəm. C-yə baxaq. Müəllim şagirdlə görüş keçirməli, şagirdin fəaliyyətini refleksiya etdirməli, sinifdə dəyəri inkişaf elətdirməlidir. Bəli, şagirdlə görüş keçirir, şagirdin fəaliyyətini refleksiya edir, sinifdəki dəyəri inkişaf elətdirir. Bəli, peşəkar müəllim bunu edir. C variantı. Yəni götürüb hamı ilə bütün problemi danışmır. Bütün hamının içində uşağın problemini danışmır. C. 5-ci sualla C. Keçək 6-ya. 6-cı sual situasiyadır. Gəlin baxaq, görək nə situasiyasıdır. Deyir, qrup işi zamanı iki şagird arasında anlaşılmazlıq yaranır. Müəllim səbəbi soruşanda şagirdlərdən biri bildirir ki, şagird onun sözünü kəsir, fikrini ifadə etməyə imkan vermir. Digər isə bildirir ki, sinif yoldaşı onun fikrinə hörmətlə yanaşmır. Bu da onu motivasiyadan salır. Deyir, sinifdə emosional öyrənmənin prinsiplərini necə tətbiq edərsiniz ki, bu problem həll olunsun?
Aha, bu emosional öyrənmə ilə bağlı bir mövzudur. Bax, siz bu mövzunu bilmədən bu situasiyada çətinlik çəkəcəksiniz. Bəzən deyirlər, kurikulum nədir ki? Əzbərlə bir kitabı get. Amma mən elə bir kitab bilmirəm ki, onu əzbərləyib kurikulumdan nəticə əldə eləsinlər. Yəni heç bir kitab imtahan kontekstini ödəmir. Ki deyək ki, hə, Nazirlik özü bir kitab çıxartmayıb axı bu kurikulum üçün. Ki deyək bu kitabdan gedin, oxuyun, hazırlaşın, siz nəticə əldə edəcəksiniz. Bu yalandır. Ona görə mən dərslərimdə də heç bir müəllimə artıq xərc vermirəm, əlavə kitab vəsait aldırmıram. Sadəcə dərsə qoşulurlar. Nə lazım olacaqsa dərs müddətində izah olunur. Bax belə bu izahdakı kimi və lazım olacaq hər şey mən tərəfindən göndərilir. Yəni bizim dərsin üstünlüyü budur ki, saatlarla kitab oxumursunuz. Aha. Deməli, burada da problemi deyir, bu problemi necə həll edərsiniz? Adda deyir ki, şagirdləri öz hisslərini ifadə etməyə təşviq etmək. Bu onlara sinifdə fikirlərini ifadə etməyə uyğun şəraitin olduğunu hiss etməyə kömək edəcək. Öz fikirlərini burada baxın, sözünü kəsir, fikrini ifadə eləməyə deyir imkan verir. Digər isə sinif onun fikrə hörmətlə yanaşmır. Burada baxın, situasiyaya diqqətli olun. Bizə deyir ki, tətbiq edərsiniz ki, problem həll olunsun. Adı baxanda düzə oxşuyur, amma düz deyil. Niyə? Çünki adı deyir ki, öz hisslərini ifadə etməyə təşviq etmək. Bu onlara sinifdə fikirlərini ifadə etmək, uyğun şəraitin olduğunu hiss etməyə kömək edir. Niyə A deyir? Öz hisslərini ifadə edir, onsuz da öz hissini ifadə edir. Amma onu qoymurlar danışmağa, kimsə sözünü kəsir. Yəni, onsuz da öz fikrini ifadə edir. Bu heç, bu getdi. Bütün qrupla fəal dinləmə bacarıqlarını inkişaf etdirən müzakirə mühiti yaratmaq və şagirdləri konfliktlərin sakitlə həll edilməsinin səmərəli yol olduğu fikrinə yönəltmək. Burada da uşaqları bu da niyə düz deyil? Bu da düz oxşayır. Bu da ona görə düz deyir ki, dinləmə bacarığını inkişaf etdirən müzakirə mühiti yaratmaq. Dinləmə bacarığını inkişaf edən mühit yarat. Amma burada konfliktləri deyir sakitliklə həll etmək. Burada axı hər hansısa bir belə deyim ki, konflikt yaranmayıb. Sadəcə aralarında bir-birlərini başa düşmürlər. Budur məsələ. Ona görə bu da olmaz. İndi C-yə baxaq. C-də görək nədir? C dəqiqə keçək C-yə. C-də deyir ki, hər iki şagird öz emosiyalarını və fikirlərini ifadə etməyə, empatiya qurmağa şərait yaratmaq. Bəli, bax, öz emosiyalarını, fikirlərini ifadə edirlər, empatiya qururlar, bir-birinin yerinə qoyurlar özlərini və şagirdin problemin həlli üçün hər iki tərəfin marağında olan qərarların qəbul edilməsinə uyğun variant olduğunu göstərmək. Bəli, cavabımız B-dir. Baxanda bütün cavablar düz görünür. Bax, imtahanda belə suallar görürsünüz, çaşırsınız. Niyə? Çünki siz bu situasiyaları işləməmsiniz. İstəyirsiniz ki, bir ay dərsə qoşulub, 2 ay dərsə qoşulub, bütün kurikulumu, bütün situasiyaları biləsiniz. Bu biraz mümkün deyil, bu biraz xülyadır, bu biraz nağıldır. Yəni görürsüz cavabların hamısı oxşayırdı bir-birinə, amma düzgün cavab C idi. Niyə? Çünki siz bu mövzunu bilmirsiniz. Sosial emosional öyrənmə prinsiplərini bilmirsiniz. Bu prinsiplər ayrı bir bölmədir. Biz bunu hissə-hissə keçirik. Ona görə bu situasiyanın da cavabı C oldu baxanda, amma bütün variantlar düz görünürdü. Keçək 7-ci suala. 7-də deyir ki, 10-cu sinifdə dərsə keçkən şagird sinifə daxil olur, sakitcə yerinə keçir. Y sinifində bu 10 yox, lap Y olsun, fərqi yoxdur. Y sinifində isə dərsə keçkən şagird qapının ağzında dayanır. Müəllimin ona icazə verməsini gözləyir. Deyir, prosesin bu şəkildə getməsinin nəyi xəbər verir? Baxan kimi mən görürəm ki, bu situasiyada X sinifinin müəllimi proaktiv müəllimdir, Y sinifinin müəllimi isə reaktiv müəllimdir. Niyə? Çünki X sinifindəki müəllim dərsə gecikən şagird sinifə daxil olur, o da sakitcə yerinə keçir. Yəni burada müəllim ona qaydanı, proseduru, gözləntini öyrədib. Yəni uşaq qaydanı, proseduru, gözləntini bilir. Amma Y sinifinin müəllimi isə ani özündən qərar verəndir, nə gözləntisi var, nə proseduru var, nə qayda müəyyən edib, heç biri yoxdur. Ona görə cavabımız olur C. X sinifinin müəllimi proaktiv müəllimdir, Y sinifinin müəllimi isə reaktiv müəllimdir. Doğru cavabımız C. 8-ci suala baxaq. İmtahanın olmazsa olmaz sual tiplərindən inteqrasiya, deməli, taksonomiya və bilik. Mütləq ki, imtahanda rastlaşırıq, ən azı 2-3 sual bu bölmələrdən görürük. Deyir ki, məktəbdə multikulturalizm ilə bağlı maarifləndirmə tədbiri keçirilir, təşkil edilir. Şagirdlərdən biri irqçiliyə yox adlı şagirdlərin maarifləndirməsi üçün posterlər hazırlayır.
Deyir, verilmiş tapşırığa əsasən inteqrasiyanın, biliyin və taksonomiyanın növünü müəyyən edin. Baxıram ki, baxın, bu maarifləndirmə tədbiridir. Multikulturalizmlə bağlıdır da bu tədbir, düzdür? Bir də irqçiliyə yox adlı deyir maarifləndirməsi posterlər hazırlayır. Mən baxıram ki, burada olmayan bir şey ortaya çıxıb da. Yəni bu şey yox idi, yeni bir şey yaratdılar. Yaratmaqdır taksonomiya. Əgər yenilik anlayışı da varsa, konseptual bilikdir. Çünki konseptual bilikdə biz yeni bir şey nəsə çıxardırdıq ortaya. Və plus da inteqrasiya isə fən üstüdür, həyatla əlaqədir. Çünki mövzunu keçib, həmin onun əlini tətbiq elətdirir. Artıq uşaqlar onu edir, icra var. Axı mən bayaq dedim, yeni dəyişikliyə əsasən icra varsa, bu fən üstü inteqrasiyadır. Ona görə doğru cavabımız A variantı. Fən üstü konseptual bilik yaratma. Bir də mənə çox sayılı suallar gəlir ki, müəllim, yeni qruplarınız varmı? Bizim yeni qruplarımız hal-hazırda yığılır. Əgər siz də qoşulmaq istəyirsinizsə, əzbərləmədən kurikulumu mənimlə öyrənmək üçün əlaqə nömrəmizi yazacağam. 055 280 59 24. Baxın, bu nömrəyə yazırsınız və bizim dərslərimiz haqqında məlumat əldə edirsiniz. Siz də əzbərləmədən bizimlə birlikdə kurikulumu öyrənirsiniz. Heç bir kitabdan oxumursunuz, saatlarla vaxt sərf etmirsiniz, hər hansı bir vəsaiti oxuyub başa düşməməzlik etmirsiniz. Sadəcə bizimlə dərsə qoşulursunuz, dərs müddətində öyrənirsiniz. Necə ki, bu izahdan çox şey öyrəndiniz, əmin olun ki, dərslərimizdən də çox şey öyrənə bilərsiniz. İndi keçək 9-cu suala. Deyir, verilənlər arasında hansı iş üsulu yoxdur? Aha, burada iş üsullarının deməli adları qeyd olunub. Qar topası, debat, 3-2-1, akvarium. Mən baxıram ki, deməli, A-da deyir ki, şagirdlərin mövzu barəsində anlama bacarığını, maraqlarının ölçməsinə imkan verir. Formativ qiymətləndirmədə əsasən dərsin sonunda refleks eləməyə kömək edən hansı üsuldur? Bax, açar söz. Mən öz müdavimlərimə açar sözdən öyrədirəm bunu. Baxın, refleksiya. Refleksiya hansına aiddir? 3, 2, 1 üsuluna. Refleksiya üsulu deyirsə, 3-2-1-dir. Deməli, 3-2-1-ə aid var, anı çıxıram. Sonra fərdi iş forması ilə başlayıb, normayan, yormayan olmalıdır bu və iş forması ilə davam edən bu üsulu tətbiq etməklə həm sinifdə əməkdaşlıq, həm də bütün sinifi dərsə cəlb edir. Fərdi ilə başlayır, bir növ artır da qrupların həcmi. Sonra fərdi olur, cüt olur, qrup olur. Bu hansı idi? Qar topası. Bəli, bax, qar topası da var. Bu da getdi. Sonra bax, yoldaş qiymətləndirməsi deyir. Yoldaş qiymətləndirməsi hansındadır? Akvariumda. Yəni, açar sözlə tapırıq. Sonra deyir ki, sürətli düşünmə, assosiasiya yaratmaq, hansısa bir mövzunun xüsusiyyətlərini tapmağa xidmət edir. Bu klasterdir. Klaster var, görək. Klaster yoxdur. Elə olmayan budur da D-dir. Amma E-yə baxaq. Məntiqi riyazi təfəkkürü formalaşdırır və deyir komandanın biri verilən mülahizəni və həmin o mülahizələr bölünür komandalar şəklində də. Bu da nədir? Bu da debatdır. Deməli, debata aid var. Bax, gəlin indi burada qarşısına yazaq. Qeyd eləyək. Bax, birinci nə oldu? Qar topası. Qar topasında birinci fərdi başlayır uşaq, fərdi işləyir. Sonra qrupların həcmi artır. Cüt olur, kiçik qrup olur, böyük qrup olur. Sonra debat. Burada mülahizələr gedir. Kimsə fikrini təsdiq edir, kimsə inkar. Sonra deməli 3-2-1-də oldu bizim refleksiya açar sözümüz. Akvariumda da yoldaş qiymətləndirməsi açar sözümüz. Görürsünüz, açar sözlərdən tapdıq. Cavabımız oldu D variantı. D variantı klasterdir. Klasterə aid cavab yoxdur. Ona görə D. Son olaraq 10-cu suala da baxaq. Bullyingin qarşısını alınma yollarını müəyyən edin. Ümumiyyətcə, bullying nə deməkdir? Bullying və yaxud qısnama, yəni özündən zəif tərəfə etdiyin təzyiq, gücdür bullying. Bullyingin qarşısı alınma yolları var. Bullyingi bir növ belə deyək, maarifləndirmə yolları var. Bunlar ayrı-ayrı yollardır. Bunları siz öyrənməlisiniz. Yəni bunu mən belə deyim də, bunlar yəni konkret qaydada. Siz bu nəyə bənzəyir? 2 vur 2 neçə eləyir? 4. Düzdür? 2 vur 2 4 eləyirsə, bu onun qaydası, düsturudur. Eynən bu bullyingin də qarşısı alınma yollarının bir düsturu var. Birincisi nədir? Birincisi odur ki, biz
Valideynlərlə sıx münasibətdə oluruq bullyinqin qarşısını almaq üçün ki, bullyinq sinifimizdə olmasın. Valideynlə sıx münasibətdə oluruq. Sonra şagirdlərin yüksək EI-sini, yəni emosional intellektini formalaşdırırıq. Sonra valideynləri bullyinqlə bağlı məlumatlandırırıq ki, valideyn də məlumatlı olsun, sinifdə bu hal olmasın. Sonra son olaraq da qeyd eləyərdik ki, şagirdlərdə mənəvi dəyərləri aşılayırıq. Yəni bunlar bullyinqin qarşısının alınma yollarına aiddir. Bir də var, məsələn, bullyinqi baş verib artıq, bullyinq baş verən zaman edilməli olanlar. Məsələn, anonim sorğu və bullyinq baş veribsə artıq anonim sorğu keçirdirək. Bu ona aiddir. Mən sizə bir məsləhət görərəm. YouTube-un axtarış hissəsində Gülşən Həşimova bullyinq yazın. Bullyinglə bağlı mövzuya baxın. Siz oradan çox şey öyrənəcəksiniz. Və mütləq də ki, imtahanda biz bullyinqi onsuz da görürük. Bullying qısnamadır, özündən zəif tərəfə göstərdiyin təzyiqdir, gücdür, onu əzməkdir, incitməkdir. Yəni bu da bullyingdir. Bu da belə. Bugünlük bu qədər. Ümid edirəm ki, izahım sizə faydalı oldu. Sadəcə kanala abunə olmaqla yerləşdirilən izahlardan xəbərdar ola bilərsiniz. Dərslərimizə qoşulmaq üçün 055 280 59 24 nömrəsinə yazaraqdan hal-hazırda yerlər məhdud olan qrupumuza qeydiyyatdan keçə bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşmək ümidi ilə.